Bəli, maşını çox adam istəyir. Məndə də olub ki, cavanlıqda maşın istəmişəm. Məsəl üçün bir neçə ildən sonra almışam, amma pis maşın almamışam da. Yəni nə mənada pis maşın almamışam? Tökülən maşın. Amma adam var ki, söhbət təkcə rəngindən zatdan getmir. Məsəl üçün bilir ki, bu maşın tökülür də, amma fikirləşir ki, ayağımı yerdən götürər də. Ayağı yerdən götürmür elə maşın. Deməli, ustaların ən yaxın dostu olursan, ay Ceyhun. Onlar sənə gələndə kofe verirlər. Onlar sənə çay verirlər. Qucaqlaşırlar. Çünki onların ailələrini, uşaqlarının məktəbinin pulunu sən verirsən. Yəni, insan bir balaca uzağa görməlidir. Məsəl üçün, ümumi bazarda bu tip maşın tutaq ki 10 minədir də və kimsə həmin maşını 3 minə satır da. Reallıq olmalıdır da Ceyhunda. Sən bilirsən ki, hamı bunu 10 minə satır. Deməli 10 minlik bunun qiyməti var. Və 3 minə alanda sən bilməlisən ki, o maşının qiymətindən o maşında 3 min qalıb. Və sən həmin o 7 mindən də çox bəlkə o maşının üstünə pul qoyacaqsan. Mən nə məsləhət görürəm insanlara? Deməli, məqsədi vaxtında qoymaq lazımdır. Məsəl üçün, adam var ki, birdən-bir ağlına gəlir ki, maşın almaq istəyirəm, ayağımı yerimdən götürür, alır, sonra maşına nifrət edir. Mən elə adamlar tanıyıram ki, maşın alıb, o qədər ustaların yanında olub ki, o qədər xərci çıxıb ki, maşını satıb, indiyə qədər 50 yaşı var, daha maşın almaq o vaxtdan istəməyib. Ona görə maşından irgənməmək üçün, maşın nəyə görə lazımdır? A nöqtəsindən B nöqtəsinə səni rahat aparmaq üçündür. Əgər bağışla mənə 2 gündən bir səni ustanın yanına aparmaq üçün bu maşını almışsansa, sən o maşından nifrət edəcəksən. Mən insanlara nə məsləhət görürəm? Bir balaca realist olmaq lazım. O maşını alan ərəfədə insanda birisi qəribə bir şey olur ki, alı bir şey düşürlər. Ona görə bir balaca babat maşını almaq lazım. Mən demirəm təzə maşın almaq lazımdır. Amma yaxşı vəziyyətdə, texniki vəziyyəti, bir də bir dənə məsləhət görmək istədim insanlara. Maşın alanda bir də görsən qonşu satır da. Alıb da və başı ağrıyır. Deyirəm, siz bu maşını yoxlatmışdınız. Deyir, mən utandım. Deyirəm, nədən utandınız? Deyirəm, axı qonşudur. Qonşudur, nədir, kimdir, hər kimdir. Utanmayın, ustaya aparın. Özdə həmin qonşunun ustasına yox. Çünki o ondan əlaqə saxlaya bilər. Deyər ki, sən Allah, bu maşını başımdan eləmək istəyirəm. Sənə də $100 şirinliyi verəcəm. Gəl sataq. Sizin ustaya yanına aparmaq lazımdır o maşını və heç kimə inanmaq lazım deyil. Yəni, bax, belə şeylər olur ki, insan inandığı adamlar, ən çox inandığı adam onu da alladır. Ona görə belə. Bu məsləhətlər bundan ibarətdir.